Paşinyana orta məktəbdə dərs demiş, adını açıqlamayan müəllimlərdən biri qəzetə onun dəcəlliyindən danışıb. Bildirilib ki, Nikol məktəb illərində müəllimlərlə ciddi problemlər yaradırmış. Tez-tez dərsdən qaçardı, bütün məktəbə bəla idi və iş o yerə çatdı ki, atası eyni məktəbdə bədən tərbiyəsi müəllimi işləyən Vovo Paşinyan onu hamının gözü qarşısında döydü. Sonra Nikol tək başına paytaxta gəlib İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və tələbəlik illərində müxtəlif qəzetlərdə işləməyə başlayıb. Qeyd eləyək ki, Nikol tələbəlik illərində işlədiyi qəzetlərdə universitetinə, müəllimlərinə, müxtəlif məmurlara qarşı o qədər yazılar yazıb ki, 4-cü kursda təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Çünki onu İrəvan Dövlət Universitetindən xaric eləyiblər. Hraparak Nikol Paşinyan siyasətə gələndən, baş nazir seçiləndən sonra da Dəlisov davranışlarını yerə qoymadığını qeyd edir. Rejissor bu fotonu hardan tapdısa Nikolun arxivindən. Yəni belədir də, nə demək olar ki, bugün dərsdən qaçan, məktəbdə aləmi bir-birinə qatan, müəllimlərini bezdirən, valideynlərini bezdirən, döylə böyüyən Nikol Paşinyan bugün Ermənistanın baş naziridir. Yəni hardan hara gələn insanlar var, hansı həyat dərsindən hansı həyat dərsinə gələn insanlar var, amma o dəlisovluq məsələsinə qalanda Nikol Paşinyan elə Ermənistanı da dəlicəsinə idarə edir.